Yəhudilər müqəddəs bayramlarını qeyd edirlər. Yəhudi Pasxası adlandırdığımız bayram əslində Pesah adlanır. Təhrif olunmuş variantın səsləndirilməsi xoş qarşılanmadığından milli və dini həssaslığı nəzərə alaraq bu günü elə öz adı ilə çağıracağıq. Pesahın gəlişi hər bir Yəhudi ailəsində xüsusi ovqatla qarşılanır. Bayrama hazırlıq mətbəxdən başlayır. Bu günün xüsusi qanuna uyğunluqları var. Evin xanımları da biş-düş edərkən bu şərtlərdən kənara çıxmamağa çalışırlar. Bayram günü təmizlik edilir, süfrə hazırlanır. Adətə görə süfrədə acı göyərti, ət, balıq və çərəz olmalıdır. Üzüm suyu və şərab da mütləqdir. Bu bayramın əsas bir də xüsusiyyətdən verdik. 4 bakal, deməli çaxır şərab içmək lazımdır. 30 qramdan az olmayaraq şərab məhsulu içilir. Sonra və yaxud şirəsi ola bilər. Məsələn, onun tərkibində alkoqol olmayaraq içə bilməyənlər deməli şirəsi, üzüm şirəsi içə bilərlər. Çünki bayram süfrəsində ilk dua, yəni kiduş məhz çaxır üzərinə oxunur. Baruch ata Adonai Eloheinu melech haolam, amatz lechem min haaretz. Baruch ata Adonai melech haolam, asher kedishanu b'mitzvah v'esvanu al achilat matzah. Tərkibində maya olan məmulatların istifadəsi isə haramdır. Odur ki, Pesah həftəsində Yəhudilər evlərindəki mayaları ya başqa dindən olanlara pay verir, ya da yandırırlar. Çörəyi isə tərkibində yalnız un və su olan matsa əvəzləyir. Matsa Yəhudi xalqının əzabını və kədərini simvolizə edir. Onun hazırlanma və bişirilmə müddəti 18 dəqiqəni keçməməlidir. Əks halda halal sayılmır. Xüsusi dadı və duzu olmayan matsa Yəhudilərin 8 gün müddətində əsas qidasına çevrilir. Pesah axşamı sinaqoqda dini ayinlər həyata keçirilir. Yəhudilər bayram ibadətinə gün batandan sonra toplaşırlar. Qadınların bu ayinlərdə iştirakı vacib sayılmasa da, kişilər üçün fərzdir. Pesahın tarixinə gəlincə, Musa Peyğəmbər dövründə Tanrı Misirliləri lənətləyərək ilk övladlarının ölümü ilə cəzalandırır. Bu günün bəlasını Yəhudi evlərindən sovuşdurur. Pesah sözünün İbranicədən tərcüməsi də yan keçmək, ötüşmək deməkdir. Bu gün İsrail övladlarının azadlığı kimi də tarixə düşüb. Məhz Pesahda onlar Misir köləliyindən xilas olublar. Bayram özü 3300-3400 ilə yaxın tarixi var. Hələ bəxt gəlib çaxır Misirdən quldarlıqdan çıxandan sonra gəlib deməli öz ata-baba yurdlarına çatırlar. Həmən günləri xatırlamaq üçün biz bu bayram Pesah bayramının deməli keçmiş günlərini xatırlayırıq. Hər il olduğu kimi bütün dünyada hansı yerində yaşadığı yerindən asılı olmayaraq bu bayramı bütün yəhudilər qeyd edir. Bayram İsraildə 7, İsraildən kənarda isə 8 gün keçirilir. Vətəni Azərbaycan olan hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan dağ yəhudiləri bu ənənəni qoruyub saxlayırlar. Pesah bayramını müxtəlif tədbirlərlə qeyd edirlər. Bayram mərasimlərinə Azərbaycan diaspor təşkilatları qatılır, yəhudi icmalarını təbrik edərək həmrəylik göstərirlər. Azərbaycanlılarla yəhudilər arasında qədim tarixə dayanan dostluq və qardaşlıq münasibətləri mövcuddur. Bu dəyərlər isə qarşılıqlı hörmət və birgə yaşayış ənənələri üzərindən formalaşıb. Qubadakı qırmızı qəsəbə dünya yəhudilərinin kompakt yaşadığı ərazilərdən biridir. Əsrlərdir burada dağ yəhudiləri Azərbaycan xalqı ilə yanaşı sülh və əmin-amanlıq şəraitində yaşayır, ortaq dəyərləri bölüşürlər. Biz artıq bir neçə ildir ki, birlikdə müxtəlif layihələrdə, tədbirlərdə iştirak edirik. Artıq
uzun illərin tarixinə və tarixi köklərə dayanan bu dostluq bundan sonra da uzun illər davam edəcəkdir. Biz bu münasibətlə Yəhudi xalqını, Azərbaycanda yaşayan yəhudiləri, Amerika Birləşmiş Ştatlarında və bütün dünyada yaşayan yəhudi qardaş və bacılarımızı Peysəx bayramı münasibəti ilə ürəkdən təbrik edirik. Bu bayram onların əsarətdən azad olunması, köklərinə qayıdışı kimi qeyd olunur. Amerikanın Kaliforniya ştatında yaşayan Azərbaycanlılar olaraq bizimlə təməli Çin-Çinə yaşamış yəhudi xalqını müqəddəs Pesach bayramı münasibəti ilə təbrik edirik. Qürur duyuruq ki, illərdir Azərbaycan və yəhudi xalqı bir-birinin yanındadır. Bir daha müqəddəs Pesach bayramınız mübarək. Biz bütün qəlbimizlə Azərbaycanlıyıq. Çalışırıq ki, nələrdəsə köməklik göstərək bir-birimizə. Azərbaycan diasporası ilə sıx əlaqələrimiz var və onu qoruyuruq. Mən 20 ildən çoxdur ki, Amerikada yaşayıram. İldə bir dəfə də olsa Azərbaycana gedirəm. Biz yəhudilər əsillərdir ki, Azərbaycanda mehribanlıq şəraitində yaşayırıq. Azərbaycan yəhudi ələnləri sanki bir-birini tamamlayır. Çalışırıq ki, bu adətləri qoruyub saxlayaq. Xatırladaq ki, bu yaxınlarda Ramazan bayramı münasibəti ilə Yəhudi icması Azərbaycanlılar üçün iftar süfrəsi açmışdı. Bu yanaşma bir daha təsdiqləyir ki, iki xalq arasında dərin dostluq bu gün də yaşanmaqdadır və ölkə hüdudlarından kənarda belə davam edir. Ruqiyyə Nəcəfli, Şəbnəm Fərmanlı, Humay Cəfərova, Mira TV, New York, Amerika Birləşmiş Ştatları.